Media Doktor. Sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktor öz yayımına başlayır. Siz bizi 105.5 FM-də dinləyirsiniz. Sizinlə mənəm Sona Boynina. Bütün izləyicilərimizi, dinləyicilərimizi salamlayıram. İzləyicilərimiz bilirsiniz ki, bizi deməli izləyə bilərlər. Həm YouTube səhifəmizdən canlı olaraq izləyə bilərlər, həm də eyni zamanda Media FM-in saytına daxil olaraq canlı izləmə imkanınız var və efirlərimiz hər gün yayımdan sonra YouTube'a yerləşdirilir. Hansısa mövzunu qaçıran və onu izləmək istəyən dinləyicilərimiz və izləyicilərimiz onları yenidən gözdən keçirə bilərlər. Vaxt itirmədən sizə qonağımı təqdim eləyəcəm. Bilirsiniz ki, mən uzun illərdir tibb sahəsində fəaliyyət göstərmişəm. Necə? Yəni həkimlərlə işləmişəm. Teleaparıcılığımın da, elə radioda da təcrübəmin başlaması həkimlərlə oldu. Uzun müddətdir biz bilirik ki, ölkəmizdə plastik rekonstruktiv, xüsusilə də plastik cərrahiyyə dövlət səviyyəsində nəzarət gücləndirildi. Məhz buna görə də biz uzun müddət plastik cərrahlardan uzaq düşdük. Bugün studiyamızda Medistyle Hospitalın dəyərli mütəxəssisi, peşəkar həkim, plastik rekonstruktiv cərrah Nərmin Babazadə qonağımızdır. Doktor, xoş gəlmisiniz. Hər vaxtınız xeyir olsun. Çox sağ olun, Xosana xanım, xoş gördük. Necəsiz doktor? Hər şey yaxşıdır, çox sağ olun. Doktor, bu qadağalar qoyulandan bu yana sizə çətin olmadı işlər? Xeyr, çətin olmadı. Biz əməliyyatlarımıza davam etdik, təhsilimizi davam etdik. Yəni mən peşəkaramsa niyə bir çətinlik yaşayım deyirsiniz? Xeyr, bir çətinlik bir tərəfdən alınmadı. Nə yaxşı. Çünki biz rezidenturanı bitirmişik, biz bakalavriat, internaturanı, rezidenturanı plastik cərrahiyyə üzrə bitirmişik və bugünkü gündə əməliyyatlarımız rahat fəaliyyət göstərə bilirsiniz. Doktor, mən istəyirəm yavaş-yavaş bugün plastik rekonstruktiv cərrahiyyə sahəsində daha çox görülən əməliyyatlardan danışaq. Sizin də daha çox etdiyiniz əməliyyatlardan danışaq. Əslində plastik cərrahiyyə deyiləndə bugün biraz qara PR formasında düşünülür də, amma heç də belə deyil. Çünki plastik rekonstruktiv cərrahiyyə məsələn müharibə dövründə nə qədər oğullarımızın çıxış yolu oldu. Həmin cərrahlarımız nə qədər oğullarımıza kömək elədilər. Rekonstruktiv cərrahiyyə birbaşa onların köməyinə çatdı. Şiddətli travmalar, əməliyyatlarından sonra qalan izlər, yəni say-say bitməyən burada məsələlər var ki, məhz onların köməyinə plastik rekonstruktiv cərrahiyyə çatdı. Yəni biz plastik tərəf deyəndə cərrahiyyənin sırf estetik tərəflərini götürməməliyik. Əslində bəzi insanlar üçün o cərrahiyyə sözün əsl mənasında bir həyat qurtarıcıdır. Doktor, bugün daha çox etdiyiniz əməliyyatlar hansılardır? Məsələn, o cərrahiyyə otağına hansı əməliyyatlar üçün daha çox girirsiniz? Təbii ki, bizdə plastik cərrahiyyə siz dediyiniz kimi, qeyd etdiyiniz kimi estetikada bölünür və rekonstruksiyada. Rekonstruksiya bərpa edicidir. Yəni plastik cərrahiyyənin kökü rekonstruksiyadan başlayır. Çox zamanlar bizdə rezidentura dövründə də, xaricdə olan dövründə də rekonstruktiv əməliyyatlardan biri, misal üçün süd vəzidə xanımlarda xərçəngdən sonra süd vəzini bərpa etdiyi əməliyyatlardan icra edirdi. Expanderdan, sonra öz dəri loskutundan. Estetik tərəfdən də biz ən çox bugünkü gündə icra etdiyimiz əməliyyatlardan liposuction, abdominal plastika, süd vəzini kiçildirməsi, böyüdülməsi əməliyyatları, göz üstü sallamaları. Bəzi xanımlar, hətta qeyd etmək istəyirəm ki, bizdə əgər qabaqda xanımlar daha çox müraciət edirdilərsə, indiki zamanda götürək ki, göz üstü əməliyyatlardan kişilər də bizə 50-50% düşüblər. Çünki bu estetikdən çox bu göz üstünün dəri sallanması görməyin qabiliyyətini azdırır yaşlı qadınlarda və burada bərpa edici əməliyyatlar kimi gedir. Həm estetik, həm də bərpa edici əməliyyatlar kimi. İnanın doktor, heç bu tərəfini düşünməmişdim ki, o tozlar hardasa insanların o belə deyə görmə qabiliyyətinə təsir eləyər. Məsələn, biz böyük süd vəzlərindən danışanda qadınlarda həkimlərimiz həmişə deyir ki, bu onların onurğa sütununa ciddi ziyandır. Və eyni zamanda orada süd vəzi toxuması çox olduğu üçün xərçəngə də meyldə böyük bir risk var. Ona görə də daha böyük süd vəzi olan xanımların süd vəzinin kiçildilməsi daha məsləhətə uyğundur. Çünki bu təkcə estetik tərəf deyil, həm də fizik olaraq sağlamlıq tərəfidir. Bu arada mən vurğulamaq istəyirəm ki, Nərmin Babazadə plastik rekonstruktiv cərrahımız Medistyle Hospitalda çalışır. Müraciət etmək istəyən izləyicilərimiz, dinləyicilərimiz 010 389 62 51 nömrəsini yığa bilərlər. Medistyle nömrəsi isə 051 979 0000-dır. Bu arada doktorumuz Qazaxıstanda Asfendiyarov adına Milli Tibb Universiteti
Universitetini bitirib, həmin universitetin internatura və plastik cərrahiyyə üzrə rezidenturasını keçib, Türkiyədə, Rusiyada, yenə Qazaxstanda həkimlik üzrə təkmilləşdirmə kurslarında olub və uzun müddətdə Qazaxstanda işləyib. Bir fərq olaraq sual vermək istəyirəm doktor sizə. Çünki Qazaxstanda da uzun müddət həm yaşamısınız, həm də orada tibbi fəaliyyət göstərmisiniz. Belə deyə Qazaxstanda olan pasiyentlər və Azərbaycanda olan pasiyentlər, belə deyə müqayisə etsəz, eynidirmi müraciət etmələrin səbəbi? Məsələn, orada da liposaksiya, süd vəzi və s. yəni ölkələrdə eynidirmi, yoxsa ölkəyə görə fərq varmı? Fərqlidir. Məsəl üçün bizim ölkəmizdə reduksion mamoplastika, yəni süd vəzinin kiçildilməsi əməliyyatı daha çox olur, amma Qazaxstanda, Rusiya kimi ölkələrdə süd vəzinin böyüdülməsi əməliyyatlara daha üstünlük verirlər. Maraqlıdır. Bəli. Sonra bizim göz üstülərdə fərq odur ki, Qazaxstanda Avropeizasiya əməliyyatı icra etmək lazımdır. Mongoloid tipli göz üstü, göz qapaqları olduğu üçün. Və onlar da həmin o tozları götürmək istəyirlər. Amma onların əməliyyat icraları texnikası tamamilə başqadır. Çox maraqlıdır. Bəli. Deməli irqə görə də bu fərqlidir, eləmi? Bəli. Estetikanın dərinlikləri, incəlikləri. Həm də bizdə xanımlar daha qeyd edim ki, biraz köklüyə meyllidirlər. Liposuction, abdominoplastika əməliyyatlarına daha tez-tez müraciət edirlər. Amma Qazaxstanda, Rusiya kimi ölkələrdə, xaricdə ən çox müraciət etdiyi əməliyyatlardan biri süd vəzinin böyüdülməsidir implant zamanı. Yəni orada əskiklər daha çoxdur. Bəli. Bizim xanımlarımız ətli budlu olduğuna görə, həm də biz yaxşı yeməyi sevdiyimiz üçün, dadlı yeməyi sevdiyimiz üçün bəzən xanımlarımız deyir ki, düzdür, pəhri saxlayan xanımlarımız da kifayət qədər var, amma bəzi xanımlarımız deyir ki, yox, dadlı yeməsəm olmaz. Yarpaq dolmasını necə quyruqla yeməyəsən, dadlı yeməyəsən deyirlər. Nəticəsində təbii ki, cərrahiyyədən keçəcək. Doktor, gəlin mən elə istəyirəm gözlərdən başlayaq. Madəm belə incəliyirik, sıralama ilə gedək, dinləyicimiz də rahat dinləsin bizi. Göz üstünün əməliyyatları, o göz üstü üzərində olan artıq ətinmi deyək, tozunmu deyək, götürülməsi. Kimlərə ehtiyacdır? Nə dərəcədə çətin əməliyyatdır? Baxın, bunları danışaq zəhmət olmasa. Göz üstü əməliyyatında artıq dərinin sallanmasından xaric biz göz üstüdə olan qrıjalarda, yəni fetləri, yəni o yağ kletçatkalar, onları biz götürürük. Biz xəstədə xaricdə görünür ki, biz sallanmış dərini götürürük, amma daxili olaraq da biz o fetləri, yəni o yağları, o qrıjaları xaric edirik. Doktor, bunu təkrarlanma təhlükəsi varmı? Yoxsa siz onu bir dəfəlik əməliyyat etdinizsə bu ömürlükmü belə qalırmı? Hər şeyin zlatay seridinası var, yəni qızıl ortalığı var. Bəli. Dərini nə qədər çox da götürmək olmaz, az da götürmək olmaz. Dərini çox götürəndə göz üstüdə, istər abdominoplastikada olsun, istər göz üstüdə olsun, o zaman göz bağlanmamaq ehtimalı ola bilər. Ona görə onun qədərini bilmək lazımdır və normal orta qaydada götürmək lazımdır. Onda heç bir fəsadlı olmayacaq və yenidən də yaranmayacaq. Yenidən xəstə müraciət etməyəcək. Doktor, əslində o əməliyyat, belə deyək, göz üzərində o dediyiniz pi toxumalarının yığılması, qırışların yaranması insanın çəki almasına bağlıdırmı? Həm çəkidir, həm genetikdir, həm də ki qidalanmadır. Bəli. Qidalanma necə əlaqəlidir? Qidalanma bugünkü gündə, yəni biz daha çox yağlı yeməklərə üstünlük verdiyi üçün xolesterindir. Xolesterinə görə orada piylənmə görünür, eləmi? Çox maraqlıdır. Ən çox yəni üstünlük genetikadır. Yaşla əlaqədar əzələlərin düşməsidir. Doktor, neçə yaşlarında bu əməliyyatı etmək mümkündür? Yaş aralığı varmı? Yaş aralığı 18 yaşdan maksimum, yəni 65 yaşa kimi icra etmək olur. Təbii ki, bütün əməliyyatlar kimi göz üstü əməliyyatı da xəstəni biz müayinə edirik, analizlərdən keçiririk. Xəstənin ürəyi, xəstənin fiziologik olaraq bədənində analizləri hamısı normaldırsa, onda xəstənin əməliyyat masasını götürmək mümkündür. Doktor, göz qapağının əməliyyatı əslində bu blefaroplastikadır. Blefaroplastikadan adətən insanlar qorxurlar ki, bu göz nahiyəsidir. Ay nə bilim, orada sinir zədələnər, sonra göz qapağı örtülməz, ya da ki, düşər göz qapağı. Belə qorxular olur insanların. Olurmu həqiqətən əməliyyatda belə fəsadlar? Yoxsa bu boş miflərdirmi? Sana xanım, bəlkə kimi qeyd etdiyim kimi
əgər normal, yəni ortalama götürsək, hər şeyin yəni standart götürsək və dərini çox artıq götürməsək, o zaman xeyr mümkün deyil belə bir komplikasiyaların yaradılması. Deməli bu cərrahın peşəkarlığına bağlı bir şeydir. Bəli. Peşəkar cərrahın əlində hər şey qaydasındadır Bəli. deyirsiniz. Belə başa düşürəm. Əgər doktorla əlaqə saxlamaq istəyən dinləyicilərimiz varsa, mən bir daha nömrəni vurğulayım. 010 389 62 51 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Medistyle Hospitalın nömrəsi isə 051 979 0000-dır. Medistyle Hospitalda poliklinika şöbəsi, reanimasiya şöbəsi, müasir cərrahiyyə, kardiologiya, pulmonologiya, travmatologiya, ginekologiya, plastik estetik rekonstruktiv cərrahiyyə şöbəsi, müasir cərrahi avadanlıqlar, eyni zamanda radiologiya hər biri fəaliyyət göstərir. Öncü sığorta şirkətləri ilə yanaşı dövlət sığortası ilə də işləyirlər. Medistyle Hospitalın hər hansı bir şöbəsinə müraciət edərsinizsə, bu da diqqətinizdə olsun. Bugünkü mövzumuzla əlaqəli demək istəyirəm ki, plastik rekonstruktiv cərrahiyyədə yalnız sığortaya düşən nədir? Bu sağlamlıqla əlaqəlidirsə və həqiqətən ehtiyac varsa, o zaman yalnız nəzərə alınır. Ancaq estetik tərəfdən sığorta qarşılamır. Cərrahiyyədə bugün demək olar ki, estetik tərəflər qarşılanmır. Amma səhhətinizlə bağlıdırsa, səhhət məsələn hər hansı bir əməliyyatdan sonra bu bərpa edici əməliyyatdırsa ya da rekonstruktiv cərrahiyyəyə gedəcəksə, o zaman sığorta bunu qarşılayır. Bu tərəflərini də bilmiş olasınız. Medistyle Hospitala müraciət etmək üçün 051 979 0000 nömrəsini yığa bilərsiniz və bilirsiniz ki, klinikada müasir texnologiyalarla doktorlar işləyirlər. Eyni zamanda peşəkar tip personalı var. Bugün biz doktorumuzla danışırıq. Nərmin Babazadə studiyamızın qonağıdır. Nərmin xanım da deyir ki, biz peşəkar olduğumuz üçün artıq qeydiyyatda olan plastik cərrah kimi fəaliyyət göstəririk. Çünki bilirsiniz, artıq ciddi dövlət nəzarəti var bu sahədə. Əgər insan peşəkar olarsa, peşəkar həkimə müraciət edərsə, heç bir yan təsir və problemlər yaşanmır. Doktor, istəyirəm liposaksiyadan bir qədər danışaq. Daha sıx adı çəkilən, xanımların daha sıx müraciət etdikləri bir əməliyyat növü. Liposaksiya nədir? Liposaksiya normalda yağ yastıqların, pi yastıqlarını aradan götürmək üçün icra olunan əməliyyatdır. Qeyd edim ki, əməliyyat deməkdir. Yəni əməliyyatdan biz steril şəkildə giririk, bu əməliyyatı icra edirik. Hər xanıma biz liposuction əməliyyatı tövsiyə etmirik. Və qeyd edim ki, liposuction bugünkü zamanda daha çox təəssüf ki, ölümlərin sayı artıb. Bəli. Və bunun səbəbi həm xəstə faktoru ola bilər, həm də cərrahi faktoru da ola bilər. Doktor, gəlin hər ikisini deyək. Hər ikisini deyək. Məsələn, necə olur ki, pasiyent səbəbli olur, necə olur ki, cərrah səbəbli olur? Qeyd edək ki, hər pasiyenti biz əməliyyata götürmürük. Pasiyentin indeks massa tela var. Yəni çəkinin indeksi var. Normalda bizə xanım müraciət edirsə, biz soruşuruq birinci növbədə xanım doğuş yapıbmı ya da yox. Doğuş yapan xanımlar və ya yüksək çəkidə olan xanımlara, sonradan çəki atan xanımlara biz o xanımlara tövsiyə etmirik liposuctionu. O zaman biz xəstələrə abdominoplastikanı tövsiyə edirik. Liposuctionu dərinin elastikləri turqor deyirlər, bərkdirsə, amma sadəcə pi yastığı olduğu üçün biz o xəstələrə liposuctionu müraciət icra edirik o əməliyyatları. Amma xəstənin analizdən əvvəlcədən mütləq şəkildə keçirilməsi lazımdır. Belə xanımlar olur ki, qarını sallanmır. Sallanmamış qarın, amma deyir ki, mən prosta sadəcə pi yastığım var, onu götürmək istəyirəm. Təbii ki, xəstənin çəkisinə baxırıq. Xəstə çox kök olanda biz o xəstəni əməliyyat masasına almırıq və analizlərinə diaqnostik bütün EKG, rentgenlər, göstəricilərə baxıb sonradan əməliyyata götürmək lazımdır xəstəni və təbii ki, xəstəni biz nəzarətə salmalıyıq. Necə, yəni əvvəldən, əməliyyatın əvvəlindən axıra kimi xəstəmiz nəzarətimizin altında qalmalıdır. Xəstələr bizim dediklərimizə tövsiyə etməlidir. Mən dediyim kimi, xəstənin tərəfi də var və həkimin tərəfi də var. Doktor, həkimin tərəfini reklam fasiləsindən sonra danışaq. Əslində, pasiyent tərəflərində də heç də az məsələlər yoxdur. Bunları da incələyəcəyik. Media Doktor davam edir. Media Doktor. Unutma, sağlığın varlığındır.
Biz efirimizdə davam edirik. Hal-hazırda 105.5 FM-in efirində bizi dinləyirsiniz. Bütün sükan arxasından bizi dinləyən dinləyicilərimizə uğurlu yol arzulayıram. Sağ-salamat mənzil başına çatasınız inşallah. Biz isə bugün səhhətimizlə bağlı xüsusilə də estetik tərəflərdən danışırıq. Əslində bəzən plastik cərrahiyyədən danışanda insanlar təkcə bu estetik tərəfləri düşünür də, amma heç də belə deyil. Çünki bəzi insanların plastik və rekonstruktiv cərrahiyyə həyatda xilas yoludur. Bəzən insanlar qəzalardan sonra, ağır əməliyyatlardan sonra, ciddi yanıq travmalarından sonra plastik rekonstruktiv cərrahiyyəyə ehtiyac duyur ki, burada həmin cərrahiyyə insanların özgüvənini, sosiallaşması üçün ona psixoloji olaraq dəstək olacaq bir nömrəli vasitədir. Burada həmin cərrahlar dövrəyə girirlər və həmin insanları o komplekslərdən xilas edirlər. Bugün həmin cərrahlardan biri Medistyle Hospitalın mütəxəssisi Nərmin Babazadə, plastik rekonstruktiv cərrahımız bugün studiyamızın qonağıdır. Doktor Qazaxıstanda Asfendiyarov adına Milli Tibb Universitetini bitirib, həmin universitetin internatura və plastik cərrahiyyə üzrə rezidenturasını keçib, Türkiyədə, Rusiyada həkimlik üzrə təkmilləşdirmə kurslarında olub. Bilirsiniz, həkimlərin sonradan bu sahədə daha da peşəkarlaşması üçün kurslar var və xanım həmin kursları da keçib hal-hazırda Medistyle Hospitalda fəaliyyət göstərir. Medistyle Hospitalda isə poliklinika şöbəsi, reanimasiya şöbəsi, travmatologiya, ginekologiya, pulmonologiya, radiologiya, plastik rekonstruktiv cərrahiyyə, müasir cərrahiyyə belə deyək şöbəsi, eyni zamanda travmatologiya fəaliyyət göstərir. Bir çox sahələrlə bağlı müraciət edə bilərsiniz və sığortaya gəlincə bununla çox zaman vətəndaşlarımız maraqlanırlar. Medistyle Hospital öncül sığorta şirkətləri ilə yanaşı dövlət sığortası ilə də işləyir. Rahat müraciət edə bilərsiniz. Və əlaqə nömrəsi 051 979 0000-dir. Doktorumuzla biz fasilədən öncə liposaksiyadan danışırdıq. Liposaksiyada doktorumuz dedi ki, həm pasiyent, həm də cərrah səbəbli çatışmazlıqlar ola bilir. Biz cərrahi, daha doğrusu pasiyent tərəfindən danışırdıq. Doktor, mən pasiyent tərəfindən fikrimizi yekunlaşdırmazdan öncə istəyirəm insanların səhhətinə bağlı olan tərəflərdən də danışaq. Məsələn, bir şəkərli diabetdən əziyyət çəkən insan belə bir əməliyyata müraciət edə bilərmi? Bəli, təbii ki, etmək mümkündür. Amma biz əməliyyatdan öncə təbii ki, bütün analizlərini yoxlayırıq, istər laborator, istər diaqnostik müayinə edirik və hər şey qaydasındadırsa, şəkəri də normaldırsa, o zaman xəstəni biz əməliyyata götürə bilərik. Amma ki, qeyd edək ki, şəkərli xəstələrdən особенности, ondan xüsusiyyətləri odur ki, yaraların bərpa etməyi biraz zaman alacaq. Bəli. Normal insanda misal üçün o 2 həftə çəkəcəksə, şəkərli xəstələrdə hardasa çəkəcək 1 ay yarım. Doktor, yara yerlərində ağırlaşmalar görülə bilirmi şəkərli xəstələrdə? Çünki şəkərli diabetdən əziyyət çəkən insanlara cərrahiyyə deyəndə bir mənalı olaraq özlərini geri çəkirlər ki, mən əməliyyat olmaz, mənim yaralarım sağalmır. Sana qeyd edirdim ki, sağalmayan yaralar yoxdurlar. Hər yara bitişir. Amma zaman lazımdır. Səbirli olmaq lazımdır. Səbirlik lazımdır. Bir də şəkərli diabet pasiyentlərində, şəkərli diabetli insanlarda səbir olmur. Şəkəri çünki zamanla öz qaydasına qaytarmaq, şəkəri aşağı salmaq, stabil saxlamaq, bu biraz səbir, iradə tələb elədiyi üçün, yəni bir dəfəlik kəsib atırlar ki, mənə olmaz, mən istəmirəm. Yəni hərdasa bu iradə məsələsidir. Ona görə də şəkərli diabetdən əziyyət çəkən insanlar daha ehtiyatlı və daha titiz davranmalıdırlar. Doktor, liposaksiya əməliyyatından sonra əməliyyat yerində yırtıqlar yarana bilirmi? Çünki bəzən insanlar böyük kəsiklərdən qorxurlar ki, sabah nəysə bir şey olar, orada yırtıqlar yaranar, yəni qırıjaların yaranması. Görülürmü liposaksiya yerində belə hadisələrin yaşanması? Xeyr, liposaksiya əməliyyatı zamanı belə bir hadisələr olunmur. Liposaksiyada kəsik xırda dəlikləri olunur və o dəliklərdə biz fizioloji məhlul vururuq və təbii ki, gözləyirik. O zaman xüsusi texnikamızla o yağ toxumaları biz xaric edirik və qeyd edək ki, yəni hər şeyin əvvəldən mən qeyd edirəm ki, efirdə qızıl ortalığı olmalıdır. Liposaksiyada biz maksimal nə qədər almalıyıq? 3-5 litr.
Bir xəstə əgər müraciət edirsə, deyirsə məndən 5-6 litr bir seansa almaq o düzgün deyil. Normal, yəni mayını 5 litrdən çox alan çox olsa, o zaman xəstə şoka düşə bilər. Orqanizm şok olur. Su elektrolit balansının korlanmasına səbəb olur. Əgər biz 5 litrdən çox alsaq bir zaman və təbii ki, qidalanma dərialtının qidalanması pozula bilər. Əgər biz onu 5 litrdən, yəni çox alsa, hər şeyin yəni maksimum öz yanaşması var, peşəkar yanaşması var, texnikası var və təbii ki, öz xüsusi texnikamızla biz o əməliyyatı icra edirik və biz əməliyyat zamanı o pasiyentə neçə litr, yəni bizim o aldığımız mayə plus verdiyimiz mayə, aldığımız mayə plus yağ toxumasından icra edilir. Əməliyyatdan sonra da biz xanıma o aldığımız mayanı vasполнить edirik, bərpa edirik o aldığımız mayalara. Çünki orqanizmin su itkisi çox təhlükəlidir. Həmişə böyüklərdə də, uşaqlarda da doktorların bir nömrəli nəzarət etdikləri budur ki, su itkisi olmasın orqanizmdə. Bu elə belə bir məsələ deyil. Doktor, həkim tərəfindən bəs liposaksiyada hansı problemlər yarana bilir? Yəni cərrah səbəbli bir problemlər olurmu? Bayaqları dediyim kimi Sana xanım, standart, yəni həkimin tərəfindən ola bilər ki, həddindən artıq aşırı dərəcədə yağ toxumaların bir etapda almağı da, bir etapda maksimum 5-6 litr maya götürmək olar xəstədən. Amma yəni həddi aşmaq olmaz. Bu qızıl həddi aşılmamalıdır. Həm qidalanma, əgər həddi aşsaz, həm qidalanma problemi ola bilər, həm disbalans ola bilər, su elektrolit balansının disbalansı ola bilər və orqanizm elə bir stres yaradır. Orqanizmə stres yaradır və təbii ki, əgər və orqanizm bunu atlata bilmir. Xeyr, biz həddindən artıq o mayəni də çəksə, yağ toxumasını da çəksə, o zaman orqanizmdə tromblaşma nə deməkdir? Elə bir eritrositlər bir-birlərinə başlayırlar yapışmağa, susuzluğun problemi olur. Və təbii ki, əməliyyatdan sonra biz xanımlara o balansı bərpa etməliyik. Bərpa etməli və əməliyyatdan sonra da həm sıvı veririk, həm dərmanlarımızı veririk, həm də ki, korseti giyməyi tövsiyə edirik xəstələrə. Korset mütləqdirmi? Korset bəli mütləqdir ki, çünki orqanizmdə biz nə qədər aldığımız sıvını alırıqsa, o korset xəstələri sıxır və oradan sıvının xaric olmağına da kömək edir. Sanki onu orqanizmdən sıxışdırıb çıxarır. Bir də Sana xanım qeyd etmək istəyərdim. Çox pasiyentlər bizə müraciət edirlər. Deyirlər ki, mən liposuctiondan sonra arıqlaşacağam. Liposuction arıqlama əməliyyatı deyil. Liposuction o əməliyyatdır ki, hansı ki idmanla və pərhizlə hansı nahiyəni siz arıqlaşdıra bilmirsinizsə, o zamanı liposuctiondan biz o nahiyəni götürürük, xaric edirik. Abdominal cərrahiyyədə necədir bəs doktor? Abdominal cərrahiyyədə xanım əgər doğuş yapıbsa, əgər dəri sallanması varsa, çəki həddindən artıq əvvəl kök olub və çəki atırsa, o zaman görürük ki, dəri elastikliyi yoxdur. Və abdominal cərrahiyyədə xaricdə xəstələr görürlər ki, biz dəri loskutunu götürürük, yəni dəri fartukunu götürürük. Amma əsas məsələ içdədir, daxildədir. Biz diastazı tikirik. Diastaz nə deməkdir? İki əzələ bir-birinə normalda bağlı olur, bitişmiş vəziyyətdə olur. Hamiləlik zamanı təbii ki, uşağa yer olduğu üçün o əzələr ayrılırlar. O zaman biz əməliyyatdan sonra bərpa edirik. O yırtıq kimi mi olur orada? Bəli, gələcəyə doğru yırtığa səbəb ola bilər. Əgər biz o diastazı ləğv eləməsək, yəni o diastazı tikməsək, gələcəyə doğru yırtığa səbəb ola bilər. Maraqlıdır, bunu bilmirdim. Doktor, sizə müraciət edən insanlarda məsələn olurmu ki, insan liposaksiyaya gəlib deyirsiniz ki, yox, sizə abdominal lazımdır, ya da abdominal cərrahiyyəyə gəlinə deyirsiniz ki, yox, sizə liposaksiya lazımdır.
Olurmu belə seçimləriniz? Təbii ki, olur. Pasient gəlir bizə, misal üçün belə bir xəstə gəlir, görürük ki, qarnının üstü həddindən artıq, qarnının aşağısı fartuku yoxdur, amma qarnının üstü həddindən artıq məddə tərəfi böyükdür. O zaman biz nə edirik? Xəstəyə tövsiyə edirik ki, arıqlaşın. Xəstə deyir ki, yox, arıqlaşa bilmirəm. Onda o zaman biz bariatrik cərrahiyyəyə yönəldirik o xəstələrə. Bariatrik cərrahiyyədən sonra əgər xəstə o bariatrik əməliyyatları icra edirsə, ondan sonra o nahiyyə boşalır. Təbii ki, biz o moment, yəni qarnının məddə hissəsi önə olan zamanı biz diastazi tikə bilərik. Amma gələcəyə doğru pasientlərə diskomfort yaradacaq. Nə kimi diskomfort? Ürək döyüntünməsi artıracaq, təngə nəfəslik olacaq və o komplikasiyon olmasın deyə biz pasientlərə tövsiyə edirik. Birinci arıqlaşın, sonra gəlin biz o əməliyyatı icra edək və ya bariatrik cərrahi. Yəni hədsiz çəkisi olan, piyləməsi olan bir insana deyirsiniz ki, abdominal cərrahiyyənin tətbiq olunmasında bir xeyri yoxdur. Yəni arıqlayın, lazım olmayan piyləri itirin, yəni nə qədər arıqlaya bilirsinizsə və hətta bariatrik cərrahiyyəyə getməsi. Deməli, bariatrik cərrahiyyəyə gedən insanların ona görə bir neçə mərhələli əməliyyatlar olur. Çünki öncə mədə kiçildilir, zamanla insan çəkini atmağa başlayır və sonda gəlib yolu sizdən keçir. Artıq plastik rekonstruktiv cərrahlar sallanmış, öz görkəmini itirmiş dərini öncəki görünüşünə qaytarır. Burada yırtılmaların olmaması, əslində belə bir təhlükənin olmaması çox yaxşıdır. Çünki insanlar niyəsə belə bir miflərə inanırlar ki, orada yırtılmalar meydana gələ bilir, gec sağalmalar baş verir. Amma bugün cərrahiyyə o qədər yaxşı inkişaf eləyib, reanimasiyalar o qədər yaxşı inkişaf eləyib. Yəni klinikaların əksəriyyətində çox yaxşı reanimasiyalar fəaliyyət göstərir və yaxşı reanimatoloqlar var ki, dərhal müdaxilə eləyib insanları vəziyyətdən də çıxara bilirlər. Burada qeyd etmək istədim, Medistayla çox təşəkkür edirəm. Çox yüksək peşəkarlı həkimlərimiz var, direktor, başqa Məmməd doktor, Ramil doktor olaraq çox böyük təşəkkürümüzü bildiririk. Çox savadlı həkimlərdir. Anestezioloji komandamız da yüksək səviyyədədir. Yəni bugünkü gündə rahat ürəyim, əlimə, qəlbimə qoyub rahat əməliyyatlarımızı komandamızın sayəsində bir yerdə icra edə bilirik. Çox təşəkkür edirik belə peşəkar komandamıza. Sizin salamlarınıza mən də qoşuluram. Hər birinə bol-bol salam göndəririk və xüsusilə dediyiniz kimi cərrahi komandada hər kəsin yerində olması çox önəmlidir. Çünki cərrahi elə bir yerdir ki, orada artıq yetəri qədər səhhətində problem yaşayan insanlar müraciət eləyirlər. Ən azı bir xroniki xəstəliyi olan insan var, şəkərli diabeti var, nə bilim yüksək təzyiqi var, revmatizmi var, say bitmir. Yəni o qədər xroniki xəstəliklər var ki, bugün insanlarda böyrək problemi olan insanlar var. Ona görə komandanın güclü olması və bilikli olması cərrahın işini çox asanlaşdırır. Burada ya anestezioloq öz işini yaxşı görməsə, ya reanimasiyon şöbədə yaxşı qulluq olmasa, o zaman cərrahın gördüyü işə də kölgə düşür. Əslində baxmayaq ki, onlar komandadır, sonda yenə də günah qalır cərrahın üstündə ki, bu əməliyyatı cərrah edirdi. İnsanlar yalnız cərrahı görür. Necə ki, bəzi efirlərdə insanlar aparıcıları görür, arxa plandakı belə deyək, komanda unudulur. Eynən də cərrahiyyə də belədir. Orada anestezioloq da önəmlidir. Orada hətta tibb bacıları da önəmlidir ki, onlar necə yanaşma eləyirlər və təbii ki, reanimasiya şöbəsi. Bu da Medistyle Hospitalda öncül texnologiya ilə həyata keçirilir, müasir tibblə və pasientə yönəlik müalicələr və əməliyyatlar həyata keçirilir ki, bu da klinikanın və eyni zamanda mütəxəssislərin gördüyü işin keyfiyyətini qat-qat artırır. Nərmin Babazadə studiyamızın qonağıdır. Plastik rekonstruktiv cərrah. Doktora müraciət etmək üçün 010 389 62 51 nömrəsini yıxa bilərsiniz. Doktor Qazaxstanda təhsil alıb, Asfendiyarov adına Milli Tibb Universitetini bitirib, həmin universitetin internatura və plastik cərrahiyyə üzrə rezidenturasını keçib, ardındansa Türkiyədə, Rusiyada və Qazaxstanda həkimliyi üzrə təkmilləşdirmə kurslarında olub, hal-hazırda Medistyle Hospitalda fəaliyyət göstərir və Medistyle Hospitala müraciət etmək üçün 051 979 0000 nömrəsini yığa bilərsiniz. Klinikada poliklinika şöbəsi, reanimasiya, radiologiya, travmatologiya, ginekologiya, pulmonologiya, gastroenterologiya, eyni zamanda dializ şöbələri fəaliyyət göstərir və bu belə deyim şöbələrə, ümumiyyətlə klinikaya müraciət etmək üçün həm öncül sığorta şirkətləri ilə bağlı müraciət eləyə bilərsiniz, həm dövlət sığortası ilə bağlı müraciət eləyə bilərsiniz və burada olan peşəkar mütəxəssislər
sizin səhhətinizdə, sağlamlığınızda olan hər hansı bir problemi aradan qaldırmaq və sizi öncəki sağlamlığınıza qovuşdurmaq üçün əllərindən gələni edəcəklər. Buradan bütün komandaya və kollektivə salamlarımızı göndəririk. Biz bugün danışırıq plastik cərrahiyyədən ki, uzun müddətdir biz plastik cərrahları nə efirlərdə görmədik, nə radiolarda dinləmədik. Artıq illərdir bu sahədə diqqət var və artıq qanuni fəaliyyət göstərən mütəxəssislərin də siyahısı çoxalır və hətta onlar cəmiyyətə bir belə deyək, siyahı olaraq açıqlandı. Hər birinin adı deyildi cəmiyyətə və insanlar artıq əmin əllərdə olduqlarını bilirlər. Bu sahədə peşəkara müraciət etmək təbii ki, çox önəmlidir və şükürlər olsun ki, nəzarətdən sonra da vəziyyət çox-çox yaxşılaşdı. O eşitdiyimiz arzu olunmaz xəbərlər sürətlə azalmağa başladı. Doktor, mən istəyirəm sağalma müddətindən danışaq. Əslində hər şey cərrahi otaqdan ibarət deyil. Əsas bundan sonrasıdır. İnsan liposaksiya etsə ya da abdominal plastika etsə, bundan sonra o belə deyək, sağalma müddəti deyək, neçə vaxtını alır insanlar? Çünki bugün müasir insan qaça-qaçdadır. İş adamıdır müasir insan. İşə nə zaman artıq rahatlıqla dönə bilirlər? Qidalanma necə olur? Liposuction əməliyyatdan sonra sağalma müddəti 2 həftə keçir. Kişi bədəliklərdir. Dediyimiz kimi 2 həftədən sonra tikişlərimizi alırıq və xəstə pasientlərimiz fəaliyyətini davam edə bilərlər. Amma istər liposuctionda, istər abdominal plastikada, istər mama plastikada biz xəstələrə əsas tövsiyəmiz odur ki, korseti daima taxsınlar. Ən azı 2 ay taxsınlar. Abdominal plastika zamanı süd vəzi əməliyyatlardan sonra xəstələrdə drenajlar biz yerləşdiririk. Bəli. Drenajların xaric olunması 10 gün olur. Sonra korsetlərin taxması 2 aya. Doktor, drenaj niyə yerləşdirilir? Drenaj qarında olan seroma, qarında olan əməliyyat zamanı, qarında olan seromalarda yığılmalar olmadığı üçün biz drenajları yerləşdiririk. Çətin deyilmi bunu insanlara gəzdirmək? Onlar evə mi gedirlər bununla? Evə gedirlər. Pasientlərimiz abdominal plastika zamanı 2 gün xəstəxanada qalırlar və drenajın xaric olunması 7-ci gün olur. 7-ci, 8-ci günlər olur. Deməli bununla evə gedirlər. Yəqin ki, qulluq qaydaları onların özlərinə öyrədilir. Təbii ki. Abdominal plastika zamanı biz tövsiyə edirik ki, korseti taxmaq və yaralara qulluq etmək. Təbii ki, vaxtında sarğılara gəlməyi də biz çox tövsiyə edirik xəstələrə ki, baxaq ki, hansı etapda yaraların bərpa olunur. Doktor, belə deyək, liposaksiyada və abdominal plastikada burada yaş həddi varmı və kimlər müraciət eləyə bilər? Liposuctionda ən çox biz doğuş yapmayan xanımlara müraciət edirik. Ailə qurmayan xanımlar da liposuction əməliyyatı icra edə bilərlər. Amma abdominal plastika biz tövsiyə edirik ki, xanım doğuş yapandan sonra abdominal plastika əməliyyatını biz icra edirik. Yenidən o sallanmalar olmasın deyə yəqin ki, yoxsa hamiləliyə mi belə deyək təhdiddir, təhlükəlidir? Həm həmiləliyə təhlükəlidir. Əgər xanım doğuş yapıb, amma görürük ki, diastazı var, qarnı sallaqdır, biz xanıma soruşuruq. Siz gələcəkdə doğuş yapacaqsınızmı? Əgər xanım doğuş yapacaqsa 1 ildən sonra biz bu abdominal plastika əməliyyatını tövsiyə etmirik xanıma. Çünki biz dediyimiz kimi xaricdə görünür ki, biz dəri loskutunu götürmüş, yəni dəri fartukunu. Amma daxildən biz əzələləri tikirik, bərpa edirik o əzələləri. Və təbii ki, növbəti hamiləlik üçün təhlükəli yarada bilər. Bəli. O zaman biz tövsiyə edirik ki, doğuşları siz bitirin, sonradan bu əməliyyatı icra edin. Və ya əgər xanım deyirsə, yox, indi istəyirəmsə eləmək bu əməliyyatı, onda biz deyirik ki, biz o əməliyyatı icra edirik, amma ən tez xanım 5 il hamilə qalmamaq şərti ilə. Artıq bu uzun bir müddətdir, icazə verilmir. Doktor, bir də mən limfa düyünləri ilə bağlı sizə sual vermək istəyirəm. Xüsusən də liposaksiya ilə bağlı belə bir söz deyilir ki, liposaksiya əməliyyatı limfa düyünlərinin zədələnməsini və gələcəkdə ciddi drenaj problemlərini gətirib çıxarır. Yəni orqanizmin drenaj prosesini axsadır. Belə fikirlər var.
nə dərəcədə doğrudur? Həqiqətən limfa düyünləri zədələnirmi? Gələcəkdə insanları belə bir təhlükə gözləyirmi? Xeyr, bu mifdir demək olar ki. Çünki liposuction zamanı bizdə əsas nahiyəmiz bizdə dəri-altı nahiyədir. Və təbii ki, qeyd etdiyim kimi əsas aparatdan və həkimin taktikasından, texnikasından asılıdır bu əməliyyat. Və qaydasından nə qədər siz o verdiyiniz sıvını alırsınız və verirsiniz o sıvını pasiyentə. Yəni orada limfa drenajların zədələnməsi problem olmamalıdır. Bu o qaydaları etsək əgər. Aydındır. Doktor, əməliyyatlardan sonra insanların qidalanması necə olur? Çünki məsələn abdominoplastikanın özü həm də belə deyək piydən azad olunmaqdır. Burada qidalanma necə olur? Xüsusi bir pəhrizi falan varmı? Bir gün biz əməliyyat xəstəxanada pasiyentimiz liposuction zamanı bir gün uzanır. Həminki gün 8 saatdan sonra su, yemək yeyə bilər. 4 saatdan sonra su içə bilər. 6 saatdan sonra, 6-8 saatdan sonra yemək qidalanma mümkündür. Və təbii ki, biz üstünlüyü qırmızı ətlərə veririk, balıqlara, zulal tərkibli yeməklərə üstünlük veririk. Tez bərpa olması üçün. Abdominoplastika zamanı bir pasiyentimiz 2 gün klinikada qalır. 2 gün qaldığı müddətdə biz birinci gün pasiyentə yeməyi tövsiyə etmirik. Həminki gün su içə bilər. Amma növbəti gün yüngül, yəni köpdürən yeməklər, qidaları biz tövsiyə etmirik. Köpdən uzaq durmaq şərti ilə əsas qidalanma başlayır. Zulal tərkibli yeməkləri tövsiyə edirik. Doktor, hamiləlikdən sonra neçə müddət keçməlidir abdominal bir plastikanı aparmaq üçün? Çünki xanımlarımız bəzən hətta görürsünüz ki, elə ginekoloji cərrahiyyədəcə adətən deyirlər ki, mən abdominoplastikada olmaq istəyirəm. Əslində cərrahların böyük əksəriyyəti bunun əleyhinədir. Bunu eləməyin deyirlər. Bunun səbəbini zəhmət olmasa izah eləyək. Niyə? Məsələn, keysəriyyə əməliyyatları zamanı qadın abdominoplastika eləyə bilməz və üzərindən nə qədər keçməlidir bu əməliyyat etməsi üçün? Bu əməliyyat bədən üçün qeyd edək ki, həcmli əməliyyat olduğu üçün uşağı ana dünyaya gətirir. Təbii ki, burada uşağın okoloplodnoy voda ilə, uşağın mayəsi, ananın mayəsi, mayayı itirir və təbii ki, orqanizm şok yaşayır və o halda da abdominoplastika və matka, yəni uşaqlıq dediyimiz kimi 37-38 həftə kimi qabaqdadır, öndədir. Və o zaman biz abdominoplastika etdiyi zaman, yəni biz demirik, ginekologlar ən çox edirlər. O zaman abdominoplastika etsək, uşaqlıq yavaş-yavaş elə bir ki 8 həftədən sonra öz əvvəlki razmerinə qayıdır, ölçüsünə qayıdır. O zaman qarın 6 aydan sonra qarın böyük uşaqlıq olduğu üçün o qarın öndə qalır. Qarın öndə qalır, amma aşağı nahiyəsi isə aşağı içəriyə doğru olur. Və qarın hamilə qarını kimi yenidən qalmış kimi olur. Sadəcə dəri loskutu olmadığı üçün olunur. Aydındır. Deməli, hamiləlikdən sonra olması daha məsləhətdir. Nəinki, daha doğrusu zaman keçməsi önəmlidir. Hamiləlikdən sonra onsuz da belə deyək, cərrahi masada olunur, amma dərhal, yəni şok üstünə şok vermək lazım deyil orqanizmə. Həm də ödem məsələsi var. Yəni ödem çəkilməlidir. Çünki ödem özü də çəkiləndən sonra insan nisbətən arıqlayır, dəri yığılır, orqanizm öz əvvəlki vəziyyətinə qayıdır. Bunları gözləmək şərtdir. Ödem plus əzələnin öz yığılması. Bəli, əzələ ilə hamilə matka, hamilə uşaqlıq öz yerinə oturmalıdır ki, biz bərpa edək. O əzələlər indi rıxlı olurlar. Yəni çox yumşaq olurlar. O əzələləri çünki orqanizm hormon verib onu hamiləliyə hazırlaşdırıb, yəni o belə deyək, genişləndirib həmin ərazini, həmin o toxumaları yumşaldıb, açıb ki, hamiləlik rahat keçsin və biz həmin ərəfədə deyirik ki, yəni siz dediyiniz kimi boşalmış bir əzəlini gəl əməliyyat eləyək. Halbuki gözlənilməlidir zaman, orqanizm öz əvvəlki vəziyyətinə nə qədər bacarırsa qaytarmalıdır. Əzələlər yerinə oturdu mu artıq cərrah əməliyyat icra eləyə bilər. Bu önəmlidir. Doktor, bir qədər süd vəzi əməliyyatlarından da danışaq, çünki bu xərçənglər daxil çox
böyük əməliyyat sahəsidir və bu gün biz süd vəzi xərçənginin də nə qədər çox olduğunu nəzərə alsaq, deməli o sahəyə müraciət yetərli saydadır. Təbii ki. Bəzən qadınlar tam olaraq itirə bilir, bəzən orqan qoruyucu əməliyyatlar olur. Burada yanaşmalar müxtəlifdir. Onkoloji proseslərdə plastik cərrahların rolu nədən ibarət olur? Siz o xanımlara necə müdaxilə edə bilirsiniz? Xanımlar bizə müraciət edirlər. Misal üçün biz onkoloq, mamoloqlarla bir yerdə əməliyyata giririk. Belə müddət olur ki, pasiyentlər əgər biz bir yerdə giririksə əməliyyata, pasiyentin süd vəzisi götürüləcəksə, biz və gələcəyə doğru pasiyent ximiya almayacaqsa və ya radioşua almayacaqsa, o zaman biz implantı yerləşdirə bilərik. Amma əgər xəstə pasiyent gələcəyə doğru şua alacaqsa və ya ximiya alacaqsa, biz o zaman pasiyentə ekspander yerləşdiririk. Ekspander o bir aparat kimidir. Onu dəri altı qoyuruq ki, qorunmaq üçündür və dərini dartsın. Dərini dartsın ki, gələcəyə doğru implantı yerləşdirən müddəti dərimiz olsun. Artıq dərimiz olsun. Ekspander müddətində pasiyent radioşua da ala bilər, onkoloji kimyoterapiya da ala bilər və bu mane deyil. Bəli, mane deyil. O zaman biz pasiyent bizə müraciət edir və biz ekspandera şişirdirik. Natri xlor vururuq və təbii ki ekspander şişəndə, dəri dartılanda pasiyentə deyir ki, bu razmer sizə uyğundurmu, istəyirsinizmi ya da daha böyük olsun. Əgər uyğundursa biz növbəti etapda, vtoro etapda biz ekspanderi geri alırıq və yerinə implant yerləşdiririk. Aydındır. Yəqin ki, bu da artıq o müalicələr yekunlaşandan sonra baş verir. Çünki həmin ərəfədə heç düşünmürəm ki, hansısa bir qadın belə mürəkkəb bir əməliyyatın paralelində, müalicələrin paralelində həm də bu əməliyyatı istəyər və cərrahlarımız da bunu etməz. Çünki orqanizm onsuz da şiddətli bir məsələ ilə mübarizə aparır. Onsuz da stres vəziyyətindədir. Doktor, süd vəzlərinin kiçildilməsi məsələsi. Bu əməliyyata hansı xanımlar edə bilir? Niyə edilməlidir? Yəni kiçildilməsi nəyə xidmət edir? Normalda süd vəzi özü parenximası yağdan ibarətdir. Yəni yağ estrogenin yüksək səviyyədə olmasıdır. Və böyük süd vəzinin qorxulu hissəsi odur ki, estrogenin çox olmağı onkoloji səbəb ola bilər. Və o zaman biz xanıma tövsiyə edirik ki, və təbii ki, xanımın razılığı ilə süd vəzini kiçildirmə əməliyyatına alırsınız. Bəli. Kiçildirmə əməliyyatı doktor neçə müddət çəkir? Ağır əməliyatdırmı? Xeyr, ağrı olmur. Kiçildirmə əməliyyatı zamanı xəstədə ağrı olmur. Bir gün xəstəxanada, stasionarda qalır xəstə və tez bərpa olunan əməliyyatlardan biridir. Tez bərpa olunur. Doktor, burada qolaltı limfa düyünlərinin və s. zədələnməsi görülürmü, yoxsa bunun ona aidiyyatı yoxdur? Xeyr, biz dərin girmirik, qoltuq altına biz kiçildilmə zamanı girmirik. Xeyr, əgər onkoloji şübhəmiz varsa, biz təbii ki, onkoloq mamoloqla giririk və o nahiyələri biz dondurulma, yəni histologiyaya göndəririk və nəticəni gözləyirik, patohistoloqun nəticəsini gözləyirik. Əgər desə normaldırsa, biz uşu bərpa edirik əməliyyatı. Amma əgər deyirsə, iraq olsun, xəstədə onkoloji meyilli varsa, hansıdır, dabrakachısın, yəni xoş xəstəlik, pis xəstəlikdirsə, ona uyğun uşu əməliyyat taktikası dəyişilir. Və təbii ki, biz bütün əməliyyatdan öncə dediyim kimi laborator və diaqnostik müayinə, süd vəzinin uzini biz tövsiyə edirik xəstəyə ki, mütləq keçsin və ondan əməliyyatdan öncə biz baxırıq hansı lokalizasiyada düyünlər var. Və necə əməliyyat aparacaqsınız? Media Doktor davam edir. Biz davam edirik. Dinləyicilərimizə deyim ki, siz hal-hazırda bizi 105.5 FM-in efirində dinləyirsiniz. Eyni zamanda Media FM-in saytından canlı izləyə bilərsiniz. YouTube səhifəmizdən canlı izləyə bilərsiniz və bütün proqramlarımızı efir sonrası biz YouTube-a yerləşdiririk. Hansı proqramımızı qaçırmısınızsa, hansı mütəxəssisimizin məsləhətlərini dinləyə bilməmisinizsə, YouTube səhifəmizdən izləyə bilərsiniz. Bu da diqqətinizdə olsun. Biz yayımımıza davam edirik. Sizinlə mənəm Sona boynuna yeni qoşulan dinləyicilərimiz varsa, hər birinizə xoş gəlmisiniz deyirəm.
salam. Biz bugün Nərmin Babazadə ilə plastik rekonstruktiv cərrahımızla plastik cərrahiyyənin müxtəlif belə deyək segmentlərindən danışırıq, müxtəlif müraciət metodlarından danışırıq. Doktorumuz Qazaxstanda Asfendiyarov adına Milli Tibb Universitetini bitirib, həmin universitetin internatura və plastik cərrahiyyə üzrə rezidenturasını keçib, Türkiyədə, Rusiyada həkimlik üzrə təkmilləşdirmə kurslarında olub. Əlaqə saxlamaq üçün 010 389 62 51 nömrəsini yığa bilərsiniz. Doktor Medistyle Hospitalda çalışır. Medistyle Hospitalda poliklinika şöbəsi, reanimasiya şöbəsi, travmatologiya, ginekologiya, pulmonologiya, radiologiya, dializ şöbələri fəaliyyət göstərir ki, bütün bunlarla bağlı həm öncü sığortalarla, həm də dövlət sığortası ilə müraciət eləyə bilərsiniz. 051 979 0000 isə əlaqə nömrələrdir. Peşəkar mütəxəssislər sizin sağlamlığınızın keşiyində dayanacaqlar. Biz də yayımımıza davam edirik. Fasilədən öncə biz süd vəzinin plastikasından danışırdıq. Süd vəzi plastikası yetəri qədər məşhur olan plastik cərrahiyyə növlərindən biridir. Bu həm onkoloji sahə ilə bağlı olaraq çoxdur müraciətlər, həm də estetik olaraq xanımların müraciəti bu sahədə sıxdır. Doktor, böyük süd vəzlərinin belə deyək kiçildilməsindən danışdıq. Mən istəyirəm bir qədər də böyüdülməsi prosesindən danışaq. Hətta bəzən deyirlər ki, süd vəzinin böyüdülməsi özü də onkologiyanın aşkar olunmasına səbəb olur. Hətta belə bir fikir səsləndirirlər. Bizim Sana xanım, bizdə daha süd vəzini müraciət etdikləri kiçildilmədir. Amma böyüdülmə zamanı biz areola nahiyədən, yəni areola nahiyəsindən biz süd vəzi implantları yerləşdiririk. Və təbii ki, xəstə ilə öncədən danışırıq, hansı razmer olmalıdır, hansı projektor olmalıdır, hansı implantlardan iki növ implantlar var. Yuvarlaq implantlar və anatomik implantlar. Və ona uyğun xəstənin istədiyinə uyğun biz o implantları forma veririk, bəli. Amma süd vəzinin implantları heç vaxtda onkologiya səbəb ola bilməzlər. Çox xəstələr düşünürlər ki, implant qoysaq onkologiya səbəb olar. Xeyr. Naborot süd vəzini orada proseslərdə əgər nəsə varsa aşkarlanır. Elə əslində bu tərəfini deyirdim. Aşkarlanma tərəfini ki, bəzən görürsünüz ki, o əməliyyatlar sırasında xanımların heç özü xəbəri olmadan onkologiyasının olduğu aşkara çıxır və xanımlar dərhal müalicəyə başlayırlar. Doktor, mən kombinə olunmuş əməliyyatlardan istəyirəm danışaq. Çünki bugün cərrahiyyə bir daşla bir neçə quş vurmağı istəyir ki, xanımlar bir dəfə belə deyək narkoz alsın, o belə deyək anesteziya bir dəfə olsun, ya da ki, kombinə əməliyyatların hansılarını bir yerdə etmək olar, hansıları olmaz. Bəzən xanımlar deyir ki, bir dəfə narkoz və bütün əməliyyatlar yekunlaşsın. Bu məsələ mümkündürmü? Bu məsələni biz pasientlərimizə tövsiyə etmirik. Nə üçün? Birincisi, əməliyyatın həcmi olmalıdır. Əməliyyatı nə qədər tez icra etsək, o qədər də pasientə plusdur. Narkoz altında, pasient narkoz altında. Əgər normal əməliyyatda götürək ki, liposakşın abdominoplastika əməliyyatında pasient 2 saat, 3 saat narkozun altındadırsa, kombinə əməliyyatlarda təbii ki, o 8 saata kimi çəkəcək və orqanizm bərpa olmaq müddəti də təbii ki, uzanacaq. Bizə müraciət edirlər xanımlar, mən liposakşın popofilling istəyirəm və eyni zamanda abdominoplastika, qarın gərmə əməliyyatı və mamoplastika. Biz o zaman hamısı. Bəli. Bir etapda narkoz alırıq. Bunu ürəkləyən xanımlar varmı yəqin? Yəni bu qədər müdaxilə, bu qədər cərrahiyyə. Doktor, neçə saat olar o əməliyyat? O əməliyyat 8-10 saat çəkə bilər, amma biz etmirik. Estetika üçün 10 saat əməliyyat. Amma biz tövsiyə etmirik pasientlərə. Nəyə görə? Bərpa etmək zamanı liposakşın və abdominoplastika zamanı, yəni qarın gərmə əməliyyatı zamanı pasientin polojeniyası var. Yəni uzanma durumu var. Pasient V şəkildə uzanır. Nə deməkdir V şəkildə? Popa üstə uzanır. Bel nahiyəsi düz olur, ayaq nahiyəsi qalxmış vəziyyətdə olur. Amma lipopopa əməliyyatı zamanı pasientin duruluşu qarın üstədir. Və təbii ki, o əməliyyatımızın yəni effekti olmayacaq. Biz eyni zamanda etsək onu. Ona görə biz birinci pasientlərə tövsiyə edirik
liposuction popo-filling əməliyyatı, o zaman pasient qarın üstə uzanacaq və 6 aydan sonra növbəti əməliyyata xanım müraciət edə bilər. Abdominoplastika. Abdominoplastikada tikişlər olduğu üçün daxildən də diastaza biz pasienti qarın üstə heç vaxt uzandıra bilmərik. Biz məcbur şəkildə popo üstə uzanacaq xanımlar və o vurduğumuz lipofilling etdiyimiz yağlarda əriyə bilərlər və o əməliyyatın təbii ki, keyfiyyəti də düşə bilər. Və təbii ki, biz 2 etaplı əməliyyata tövsiyə edirik pasientlərimizə. Doktor, bu hardasa həm fizioloji, həm mexaniki tərəfidir əməliyyatın. Bir də burada məsələn insanın orqanizminin narkoza davamlılığı məsələsi var. Orqanizmin stresə davamlı. Çünki əməliyyat stressdir. Və orqanizm burada elə bir stresə girə bilər ki, bu cərrah üçün də problem yarada bilər, pasient üçün də problem yarada bilər. Məsələn, son dövrlər nə qədər insanların dünyasında dəyişdiyini gördük. Bu nəyə bağlı oldu, doktor? Bir peşəkar olaraq sizdən bunu da öyrənmək istəyirik. Yəni insanlar niyə dünyasını dəyişir bu əməliyyatlarda? Səbəb nədir? Səbəb mənim düşündüyümcə kombinə əməliyyatları etməkdir. Həm siz dediyiniz kimi narkozda uzun müddət qalmaqdır, həm orqanizmini bərpa etməkdir, həm də liposuction həddindən aşırı dərəcədə liposuction etməkdir. O bayaq dediyiniz su-duz mübadiləsi. Bəli, su-duz mübadiləsinin pozulmasıdır və o sıvını əməliyyatdan sonra pasiyentə aparmalıdır. Yəni pasiyentə vurduğumuz sıvıları aldıq, yəni mayəni, onu təbii ki alırıq və ondan sonra biz o maye balansını bərpa etməliyik. Orqanizmdə bütün balansların biz təzədən geridən bərpa etməliyik. Və nə zaman əməliyyatlarımız yəni tək-tək olsa, tək-tək yəni kombinada biz maksimal dərəcədə biz qaçırıq və tövsiyə edirik ki, xəstəyə ən tez, yəni 3 aydan sonra müraciət edə bilərsiniz. Daha çox bizə xəstənin sağlamlığına üstünlük veririk. Gözəlliyi olmalıdır, amma sağlamlıq gözəllikdən də bizim pasientlərimiz üçün önəmlidir, bizim üçün. Doktor, bir peşəkar olaraq sizin fikriniz çox maraqlıdır. Ümumiyyətlə, bu formalı plastik cərrahiyyənin aparılmasına necə baxırsınız? Yəni, bugün cəmiyyətə baxanda, qadınlara baxanda dönüb, yəni, o mənzərə bir peşəkar olaraq sizi qane edirmi? Burada abdominoplastik olsun, bədən şəkilləndirmə olsun, popo-filling olsun, yəni hamısını deyirəm. Sizi qane edirmi görüntü? Qane edir, əsas yəni kolleqalarınızın gördüyü işləri bəyənirsinizmi? Hər həkim öz taktikası var. Yəni kolleqalarıma hamısına hörmətlə yanaşıram. Onlar da bir həkim olmaq çox çətindir bugünkü gündə. Onun ki həkim olaraq birinci üzr istəyirəm tamaşaçılardan. Rus diliyəm deyə biraz hər şey qaydasındadır doktor, hər şey. Əslində doktorumuz efirə gəldi, dedi ki, mən rus diliyəm, mənə çox çətin olacaq bu sözləri ifadə etmək. Dedim, doktor, biz maksimum xalq dilinə yaxın və sadə danışıqla bunu dinləyicimizə çatdıracağıq. Çünki biz hər hansı bir tibbi konfransda iştirak etmirik. Bizi sadə vətəndaşlar dinləyir və hər birinə fikrimizi aydın çatdırmalıyıq ki, nə danışdığımız onlar üçün rahat olsun. Məsələn, siz burada akademik səviyyədə danışsanız, mən də sizi anlamaram. Yəni dayanıb üzünüzə baxaram ki, doktor nə danışır? Çünki burada hamısı latın sözləri, latın teoremləri, yəni tibbin özünün bir ağır dili var. Təbii ki, biz bundan anlamarıq, amma çox gözəl çatdırdınız doktor fikirlərinizi. Ən əsas odur ki, belə deyək, ölkə xaricində təhsil almanıza baxmayaraq bugün Azərbaycandasınız və xalqımıza xidmət edirsiniz tibb sahəsində və öncül peşəkarlardan birisiniz bu sahədə. Sənədi ilə, sübutu ilə, diplomu ilə belə deyək, fəaliyyət göstərən mütəxəssislərimizdənsiniz. Bu arada mən statistikanı vurğulamaq istəyirəm ki, 2024-2025-ci illər ərzində plastik cərrahiyyədə qanuni fəaliyyət göstərən və eyni zamanda təsdiqini tapmış, daha doğrusu belə deyim, mütəxəssislərin fəaliyyəti çoxalıb. Əvvəllər çox qısa bir belə deyək, çərçivədə əslində bunu Səhiyyə Nazirliyi təqdim elədi cəmiyyətə ki, bu peşəkarlara, bu həkimlərə müraciət edə bilərsiniz və sonradan o həkimlərimizin sırası çoxaldı. Yəni daha rahat ola bilərsiniz. Və artıq bu sayədə demək olar ki, hal-hazırda diplomu olmayan, bu sahəyə aidiyyəti olmayan heç kəs fəaliyyət göstərmir. Bu artıq xalqın ürəyini çox rahatlatdı. Doktorumuz da hətta dünən biz telefonla danışanda dedi ki, insanların ürəyində bir fobiya vardı, qorxu vardı, ancaq bugün bu yoxdur. Bir daha vurğulayım, Nərmin Babazadə studiyamızın qonağıdır. Bizim proqramımız yavaş-yavaş yekunlaşır. Doktor, mən son fikirlərinizi bu efir üçün istəyirəm. Buyurun.
Çox sağ olun Sona xanım. Çox dərin təşəkkürümü bildirirəm. Çox rahat baxmayaraq ki, rus dilli olduğum üçün çox rahat özümü hiss elədim. Yəni o komplekslə sizə aşırmamıza kömək elədiniz. Təşəkkür edirəm doktor. Biz sizə təşəkkür edirik. Medistayla da böyük təşəkkürümü bildirirəm. Çox peşəkar kollektivimiz var və çox yüksək dərəcədə yəni xidmətlərimiz var Medistay Hospitalda. Təbii ki, bu gün tibbin hər bir yeniliyini klinikaya gətirmək əslində doktorlara qol qanad verməkdir. Çünki onlar bu gün yaxşı laboratoriya ilə yaxşı həkim ola bilirlər. Çünki onlar doğru müalicə apara bilirlər. Çünki doğru cavab alırlar laboratoriyadan. Radiologiyanın yaxşı cihazlarının olması doktorların yenə də daha dəqiq məlumat almasına və pasiyentə daha yaxşı xidmət göstərməsinə səbəb olur. Təbii ki, burada klinikaların rəhbərliklərinin çox böyük rolu var və avadanlıqların çox böyük rolu var. Bir daha vurğulayım, Medistay Hospitala müraciət etmək istəyən dinləyicilərimiz və izləyicilərimiz burada poliklinika şöbəsi, eyni zamanda reanimasiya şöbəsi, travmatologiya, ginekologiya, pulmonologiya, eyni zamanda dializ şöbəsi, məsələn, dializi çox axtarır insanlar, fəaliyyət göstərir, müasir cərrahiyyə, plastik rekonstruktiv cərrahiyyə şöbələri fəaliyyət göstərir və bütün avadanlıqlar müasir və öncül texnologiya ilə həyata keçirilir. Doktorumuz Qazaxstanda Asfendiyarov adına Milli Tibb Universitetini bitirib, həmin universitetin internatura və plastik cərrahiyyə üzrə rezidenturasını keçib, Türkiyə və Rusiyada həkimlik üzrə təkmilləşdirmə kurslarında olub, hal-hazırda Medistay Hospitaldadır. Doktorla əlaqə saxlamaq istəyənlər 01389 62 51 nömrəsini yığa bilərlər. Medistay Hospitalla əlaqə saxlamaq istəyənlər 051 979 0000 nömrəsini yığa bilərlər və klinika həm öncül sığorta şirkətləri ilə, həm də dövlət sığortası ilə işləyir. Biz ayrılan zaman yekunlaşdı. Siz isə özünüzə yaxşı baxın. Sizinlə mən idim. Sona Boynina Media Doktoru dinləyirdiniz. Bizim dalğada qalın. Media Doktor, sağlığın varlığındır.